Deməli, bugünkü mövzumuz qab su məsələləridir, müəllimlər. Qab su məsələləri haqqında izaha başlayacağım indi. İndi qab su məsələləri. Deməli, qab su məsələlərdə nədən söhbət gedir? Deməli, bir qabdan, bir də qabın içindəki mayədən söhbət gedir. Bunun tərkibində həm qabın çəkisi olur, həm suyun çəkisi olur. İndi bizə qab su məsələlərində bunu hissə ilə verirlər və qabın ilə suyun çəkisini ikisini bir yerdə verirlər. Biz o, belə deyək də, biz o məsələni oxumaqla onu müəyyənləşdiririk ki, burada hansı qabdır, hansı sudur, çəkisi nə qədərdir, tam doludurmu, müəyyən hissəsi doludurmu? Bunlara uyğun olaraq müəyyənləşdiririk. Bunların həlli zamanı iki qaydadan istifadə edə bilərik. Bir, şəkil çəkməklə həll edə bilərik. Bir də tənlik qurmaqla həll edə bilərik. Mən bunlara nümunə göstərməklə bir neçə məsələ üzərində hər iki formanı göstərəcəm. Yəni, şəkil göstərməklə, şəkil üzərində necə həll olunur, tənlik qurmaqla necə həll olunur. Deməli, tutalım ki, bizə deyir ki, bax, bir dənə məsələnin şərtini deyim. Deyir ki, qabın deyir, 4 hissədən bir hissəsi, 4də 1 hissəsi su ilə doludur. Qabın deyir, 4də 1 hissəsi su ilə doludur. Dolu olarsa deyir, doludur deyək. Dolu olarsa, su ilə dolu olarsa, çəkisini də verib. Dolu olarsa deyir, 7 kiloqram olur. Kütləsi 7 kiloqram olur. 7 kiloqram. Deyir, 4-dən 3 hissəsi dolu olarsa deyir, dolu olarsa 4də 3 hissəsi dolu olarsa 17 kiloqramdır. 17 kiloqram olur. Bizdən soruşulur ki, boş qabın kütləsi nə qədərdir? Baxın, boş qabın kütləsi. Boş qabın kütləsini istəyir bizdən. Deməli, qabın 4-dən 1 hissəsi su ilə dolu olarsa 7 kiloqram. 4-dən 3 hissəsi dolu olarsa 17 kiloqram olur. Boş qabın kütləsi nə qədərdir? Bu cür məsələləri yenə deyirəm, həm şəkil çəkməklə, hissələrə bölməklə göstərmək olar, həm də nə etməklə olar, həm də tənlik qurmaqla həll etmək olar. Burada bu tip məsələlər, su qab məsələlərinin o qədər də çətin versiyası deyil. Biraz sizə çətin gələ bilər, əgər burada məxrəclər fərqli olarsa. Görürsünüz, bu məsələnin məxrəcləri eynidir. Bunun da məxrəci 4-dür, bunun da məxrəci 4-dür. Amma məxrəclər fərqli veriləndə nə edəcəksiniz? Onda onun məxrəclərini eyniləşdirməlisiniz. Şəkil çəkib həll etmək istəyirsinizsə. Gəlin bunun əvvəlcə tənlik qurmaqla həll edək. Sonra şəklini də göstərəcəm. Bax, tənlik qurmaqla həlli zamanı, bayaq da dedik, qab su məsələləri bir qabdan, bir də sudan ibarətdir. Deməli, qabın deyir, 4-dən 1 hissəsi su ilə dolu olarsa 7 kiloqramdır. 4-dən 1 hissəsinin içərisində, deməli, nə ola bilər? Həm qabın kütləsi ola bilər, üstə gələk də 4-də 1 hissə su ola bilər. Həmişə yadınızda saxlayın, hissəni suda verirsiniz, tənlik qurma zamanı. Şəklini də göstərəcəm. Kimə necə rahatsa elə yadında saxlasın. Bax, bir dənə qabın üzərinə, bax, tənlik qururuq. Bir dənə qabın üzərinə suyun 4-də 1-ini gəlirik. Həmişə hissəni suya veririk. Bax, qab üstə gəl su. 4-də 1 hissə su ha. Bərabər neçə kiloqramdır? Baxın, 7 kiloqram. Yazdıq, 7 kiloqram. Bu birinci, bax, bura kimi tənliyini qurduq. İndi deyir ki, qabın deyir, 4-də 3 hissəsi dolu olarsa,
17 kiloqram. Yenə də burada qabın heç vaxt sizə ayrı-ayrı qabın kütləsi vermir ki. O hissələrin, o tərkibin içindədir qabında. Bax, bu 17-nin içindədir, burada 7-nin içindədir qabın kütlələri. Onda nə etməliyik? Bunun da tənliyini qurmalıyıq. Yəni, qabın üzərinə gəlirik nə qədər? Hissəni həmişə suda göstərirsiniz. 4-də 3 su bərabərdir 17 kiloqram. Bax, qabın üzərinə 4-də 1 gəlibdir, 7 kiloqram olub. Qabın üzərinə 4-də 3 gəlibdir, su 17 kiloqram olubdur. İndi bizdən boş qabı istəyir. Bax, bu cür tənlikləri həll edən zaman nə edirsiniz? Tərəf-tərəfə çıxacaqsınız. Tərəf-tərəfə çıxan zaman, belə deyib də, böyükdən kiçiyini çıxacaqsınız. Məsəl üçün, burada görürsünüz, bu kiçikdir, bu tənlikdən mən bu tənliyi çıxa bilmərəm. Onda nə edəcəm? Bundan bunu çıxacam. Çünki 17-dən 7 çıxmaq olar. Bu tərəf böyükdür. Bax, belə xətt çəkəcəm, daha tənliklərin yerini dəyişməyəcəm. Bax, biz çıxacağıq necə? Qabdan qab çıxırıq. Hər ikisi gedir. Qablar qalmayacaq. 4-də 3 sudan 4-də 1 suyu çıxırıq. Yəni, burada istəyirsiniz göstərim. Bu tərəfdəki tənlikdən bunu çıxırıq. Böyükdən kiçiyi çıxırıq. Çıxma işarəsi indi burada kiçiyi yuxarıda olub. Amma yadınızda saxlayın da, böyükdən kiçiyi çıxırıq. 4-də 3 sudan çıxırıq 4-də 1 suyu. 4-də 1 suyu bərabərdir. Bax, 17-dən də 7-ni çıxırıq. 17-dən də 7. Yerdə qalır 10. Bunu birbaşa yazaq. Bax, məxrəcləri eyni olan kəsirlərin çıxılmasıdır. Məxrəcləri eyni olan kəsirləri çıxan zaman məxrəc olduğu kimi qalır. Sürətləri çıxırıq. 3-dən 1-i çıxırıq. Qalır 2 su. Bərabərdir 10-a. 4-də 2 su bərabərdir 10-a. İndi buradan suyun kütləsini tapsa, birinci bəlkə suyun kütləsi alınır. Hər tərəfi 4-ə vurmaqla məxrəcdən də azad ola bilərsiniz. Bax, bunu tapmaq üçün. Bax, bunu da 4-ə vururuq. Tənliyin hər tərəfini 4-ə vura bilərik. Bax, bu kəsirin məxrəci getsin deyənə. Bax, bunlar gedəcək, qalacaq 2 su bərabərdir 40-a. Suyumuz da bərabərdir. 40-ı bölürük 2-yə 20. Suyu tapdıq ki, suyun kütləsi nə qədərdir? 20 kiloqram. Bax, bu suyun kütləsidir. Suyu tapandan sonra nə edirik? Suyu tapandan sonra biz aparıb yerinə qoyuruq. Bax, bu suyu aparıb bu tənliklərdən birinin yerinə qoyuruq. Məsəl üçün, mən bu tənliyi götürürəm, yerinə suyu qoyuram. Mənə əsas burada qabın kütləsidir. Qabın kütləsini tapacam. Nə edirəm? Qab, üstə gəl, 4-də 1, suyun yerinə nə qoyacam? Suyun qiymətini tapmışam da burada. Vururam 20-yə, bərabərdir, cavab 7-dir burada. Bax, qab, üstə gələk, bununla, burada 1, 4-də 4 ilə 20 ixtisar olunur, burada 5 qalır. Qab, üstə gəl 5 bərabər 7-yə, qabımızın kütləsi də 5-dən, bu 5 keçir bu tərəfə, 5-dən 7 çıxanda 2 kiloqram. Deməli, qabın kütləsi nə qədər imiş? 2 imiş, cavab 2-dir. Bu, müəllimlər, tənlik qurmaqla qab su məsələlərinin həllisidir. Bu tənlik qurmaqla qab su məsələlərinin həllisidir. Yaxşı, bu sizə çətindirsə, burada da yenə deyirəm, çətin bir şey yoxdur. Sadəcə bu tənlikləri qurursunuz, böyükdən kiçiyi çıxırsınız. Əgər verilmişi tapmamısınızsa, bax, boş qabın kütləsini tapmadıq. Birinci biz nəyə tapdıq? Suyu tapdıq. Aparıb yerinə qoyub, oradan da boş qabın kütləsini tapa bilərsiniz. Bunun digər bir qaydası var, şəkil çəkməklə. İndi keçək bunu şəkil çəkməklə tapaq. Şəkil çəkməni necə tapırıq? Həmişə yadınızda saxlayın. Məxrəcə qədər hissəyə ayırırsınız. Tutalım ki, bu qabdır sizin. Baxın. Bu sizin qabınız. Bax, bu qabın 4-dən 1 hissəsi nə qədərdir? 7 kiloqram deyilmi? Bax, 4 dənə məxrəcə qədər hissəyə bölürsünüz. Bu 1 hissə, bu 2 hissə, bu 3 hissə, bu 4 hissə. 1, 2, 3, 4 hissə. 4 hissə olur. Bax, 4 dənə hissədən
Bir dənə hissəsinin kütləsi nə qədərdir? 7 kiloqram. Biz onu yazacağıq. Bax, 4 hissədən bir hissəsi, bax, buradan bura kimi. Burası 7 kiloqramdır. Yazdım. Burası 7 kiloqramdır. İndi 4 hissədən 3 hissəsi, yəni bu qədər 4 hissədən 3'ü, baba onda 3'ü olanda bu tərəfdən göstərək. 1, 2, 3, bax buradan. 4 hissədən 3 hissəsi dolu olarsa 17 kiloqram. Bax, bura 17'dir. Bura 17'dir. İndi müəllimlər, nə edirik? Bunu tapmaqdan ötürü, bax, bizə bu hissələri tapmaq lazımdır. Bu hissələri tapmaq üçün nə edirik? Bax, bu hissə yoxdur. Görürsünüz, tərkibə daxil olmayıb. Buradan bir hissə, buradan 3 hissə. Bunu tapmaq üçün, bax, bu 3 hissənin içərisindən, bu bir hissəni çıxırıq. Yəni, 17'dən, bax, bu bir hissəni çıxırıq. Bu gedir. Çıxırıq 7'ni. 17'dən çıxırıq 7'ni. Yerdə qalır 10 kiloqram. 10 kiloqram bilirsiniz hansı? Bax, bu ikinci hissənin payıdır. Onda 10 kiloqram iki hissənin payıdırsa, yadınızda saxlayın. Bu hissələr də bir-birinə bərabər olur. Biri neçə kiloqramdırsa düzgən. Çünki onlar bərabər bölünüb hissələrə. 10 kiloqram 2'nin payıdırsa, hər hissəyə neçə kiloqram düşəcək? 5'i bunundur. 5'i bunundur. Mənə bu biri içindəkilər məlum oldusa, biz bildik ki, dedim yenə də bayaqda. Bu hissələr hamısı bir-birinə bərabərdir. Onda 5 buranındır, 5 də buranındır. Gördük, hər yeri neynədik? Tamamladıq. Hər yeri tamamladıq. İndi bir dəqiqə gözləyin, qoşulan müəllimi götürək. Hər yeri neynədik? Tamamladıq. Gördünüz. Bir dəqiqə müəllimlər. Hər yeri biz o deməli kiloqram verməklə hissələr, çünki bir-birinə bərabərdir. Ona görə neynədik? Hissələr bir-birinə bərabər olduğuna görə hissələri müəyyənləşdirdik. Yaxşı, hissələri müəyyənləşdirəndən sonra, bax, bunun içindəki hissələr hamısı bir yerdə suyun kütləsidir. Gəlin, baxın, suyun kütləsinə 5, 5, 5, 5, 4 dənə 5. 4 dənə 5 nə qədər eləyir? 20 kiloqram sudur. Bayaqda gördünüzmü, tərlikdə də 20 kiloqram su alınmışdı. Bu sudur. Amma bizə bu lazım deyil. Bizə boş qabın kütləsi lazımdır. Boş qabın kütləsini tapmaq üçün baxın. Baxın, bax, bir hissədən də tapa bilərsiniz. Bura baxın. Bir hissəyə baxın. Bir hissənin kütləsinin ümumi çəkisi 7 kiloqram. Suyun kütləsi, bax, içindəkilər sulardır. Suyun kütləsinin çəkisi 5 kiloqramdır. Onda qabın kütləsi nə qədərdir? 7'nin içində qab da var. 17'nin içində qab da var. Qabı tapmaq üçün 7'dən 5'i çıxırsınız. 7'nin içində həm su var, həm qab var. Amma 5'in içində yalnız sudur. Bu, bax, 5'i çıxırıq, suyu çıxırıq. Yerdə 2 kiloqram qalır nə? Qabın kütləsi. Baxın, bu da qabın kütləsidir. Qab. Buradan da tapa bilərsiniz. Bax, bir hissədən də tapa bilərsiniz qabın kütləsini. Bir də var ki, bax, bu 17 kiloqramdır. 3 hissə ilə də tapa bilərsiniz. Gəlin, 3 hissə ilə də göstərim sizə. Bax, bu 3 hissəyə görə də tapa bilərsiniz. Bax, 3 hissənin suyun kütləsi 3 dəfə 5'in 15 kiloqramdır. Su ilə qabın birgə kütləsi buradadır. 17 kiloqramdır. 17 kiloqramdan 15 kiloqram suyu çıxanda yerdə 2 kiloqram qalır nə? Qabın kütləsi. Görürsünüz, buradan da 2 kiloqram qabın kütləsi çıxır. Bu müəllimlər şəkil çəkməkləndir. Deməli, mən bir neçə məsələnin şərtini bu şəkildə göstərəcəm ki, siz bunları başa düşəsiniz. Həm şəkil çəkməklə mümkündür bunların həllisi, həm də yenə deyirəm, deməli, tənlik qurmaqla həllisi mümkündür qab su məsələlərdə.
Məsəl üçün, bunu silək, başqa bir məsələyə baxaq. Biraz öyrənənəcən bir neçə məsələ üzərində məşq edək. Bu qab-su məsələləri bu şəkildə hər iki qayda ilə də həll etmək mümkündür. Bax, deyilir ki, qab su ilə tam dolu olarsa, bax qeyd edək, qab su ilə tam dolu olarsa, qab su ilə tam dolu olarsa 20 kiloqramdır. 20 kiloqram. 5-dən 3 hissəsi 5-dən 3 hissəsi dolu olarsa 5-dən 3 hissəsi dolu olarsa 14 kiloqramdır. İndi bizdən qabın öz kütləsini tapın. Qabın kütləsini tapın. Deməli, bayaqki məsələdə hər ikisi hissə ilə verilmişdir. Artıq burada qab tam su ilə doludur. Birində, yəni birinci hissədə qab su ilə tam dolu olarsa 20 kiloqramdır. 5-də 3 hissəsi dolu olarsa 14 kiloqramdır. Qabın kütləsini tapın. Və yenə də tənlik ilə qurmaqla da həll etmək olar. Qab su ilə tam dolu olarsa deyəndə, yəni qabın üzərinə gəlir suyu. Baxın, qabın üzərinə su gəlirik. Müəllimlər bir-bir qoşulur. Hər deyəndə qalıram mən təzədən. Təzədən qayıtdıq dərsə. Deməli, qab su ilə tam dolu olarsa 20 kiloqramdır. 5-də 3 hissəsi dolu olarsa 14 kiloqramdır. Qabın kütləsini tapın. Tam dolu olduğuna görə görürsünüz, burada hissə yoxdur. Heç vaxt qabın qabağında da hissə yazılmır. Hissə suyun qabağına yazılır. Yəni, qabın üzərinin üstünə suyun çəksi gələndə ikisi bir yerdə 20 kiloqramdır. Amma 5-də 3 hissəsi dolu olarsa 14 kiloqramdır. Yenə də qabın üzərinə, amma suya 5-də 3 göstərir. 5-də 3 su gələrsə 14 kiloqram olur. Tərliklərini qurduq. İndi tərlikləri çıxırıq. Böyükdən kiçiyi çıxırıq. Bax, çıxma zamanı 2 qablar gedirmi? Qabdan qab çıxanda 0 qalır. Amma burada qalıbdır. Sudan çıxırıq 5-də 3 suyu bərabər. 20-dən də 14-ü çıxırıq, qalır 6. Sudan 5-də 3 su çıxmaq, bunun qabağı 1 deməkdir da, belə deyim. Əmsalı 1-dir. Belə də yadınızda saxlayın. Elə bir 1-dən 5-də 3-ü çıxırsınız. Bunun çıxma qaydasını göstərmişsə bilməyənlər bilsin. 1 tamdan 5-də 3-ü çıxmaq üçün 1-i göstərirsiniz. Bax, bunun məxrəci şəklində 5-də 5 çıxılsın 5-də 3. Bu da bərabərdir. 5-də məxrəc qalır, sürət çıxır. 5-dən də 3 çıxanda 2. 5-də 2. Deməli, bir sudan 5-də 3 suyu çıxsaq, neçə qalır? 5-də 2 su qalır. Bərabərdir 6-ya. 2 su, birbaşa belə də tapa bilərsiniz. Bu buna vurulur, bu buna vurulur. Həmişə yadınızda saxlayın, bax. Su sürətə vurulur. Buradakı belə deyim, hərfi ifadə varsa sürətə vurulur. 2 su bərabərdir. Məxrəc isə buradakı adı nə idi? Bərabərlikdən sonra gələn ədədə vurulur. 5-də 6-ya vururuq. Bu cür tapşırıqlar gələndə həmişə belə edin. Bunu sürətə vurub bərabər edirsiniz. Bunun məxrəci ilə bərabərlikdən sonraki ədədə. Yəni 5 ilə 6-nın hasili 30-a. Onda suyumuz nəyə bərabərdir? 30-u da 2-yə bölürük 15-ə. Demək, 15 kiloqram sudur. Bunu tapdıq. Amma suyun, əgər bizdə burada suyun cavabını istəsəydik, biz 15 kiloqram alardıq. Amma suyu istəmir. Bizdə qabın kütləsini istəyir. Qabın kütləsini istəyən zaman, bax, aparıb, tam dolu qabın yerinə qoyuruq. Qabla suyun kütləsi 20 kiloqramdırsa,
Bax, qabın üzərinə, bax, suyun yerinə 15-i qoyuruq, bərabər 20 kiloqram. Qabın kütləsi də 20-dən 15 çıxanda qab da bərabər 5 kiloqram. Cavab olur, qabın kütləsi 5 kiloqram. Həqiqətən də 15-in üstünə 5 kiloqram gələndə, bax, buradakı tənliyimiz doğru alınır, 20 kiloqram kütlə alınır. Bu, yenə deyirəm, tənlik qurmaqla. İndi bunu gəlin yenə şəkil qurmaqla da həll edək. Şəkil qurma zamanı nə edirik? Təzədən şəkil qurmaqla hər iki qayda ilə öyrənə bilərsiniz. Və yaxud da kimə nə qayda rahatdırsa, o şəkildə də yadınızda saxlaya bilərsiniz. Qab su ilə tam dolu olarsa 20 kiloqramdır. Amma 5-də 3 hissəsidir o. Həmişə məxrəc nə qədərdirsə, məxrəcə görə hissəyə bölürsünüz. Bax, bir dənə qabı çəkirik. İndi bu qabı hissələrə bölməliyik. Məxrəcə görə hissəyə bölürük. Məxrəc 5-dir. Deməli, 5 hissəyə bölməliyəm. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Həmişə də yadınızda saxlayın. Hissələrə böldükdə bu hissələrin kütləsi suyun kütləsidir, mayenin kütləsidir. Və bunlar bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabər. Daxildə biz yazdıqda, indi aldıqda, bayaq da göstərmişdim. Bunlar hamısı bir-birinə bərabər. Birini tapdınız, bəs edir. Hamısı eyni qiymətdir. İndi baxın. Qab deyir, su ilə tam dolduqda, yəni buradan bura kimi tam dolduqda, tamamilə dolduqda, tam dolduqda, yəni ağzına qədər dolma deyir da. Tam dolarsa 20 kiloqram. Bax, bura 20 kiloqram. Bax, bunun başdan ayağa kimi dolur. Amma yadınızda saxlayın, bu 20 kiloqram tək suyun kütləsi deyil ki, biz 20-ni tutalım 5-ə bölüb bura səpəliyək ki, bura hamısından məsəl üçün 4 düşür. Yəni, bu bunun kütləsi deyil. Ona görə mən bura yaza bilmərəm. Çünki 20-nin içərisində qabın kütləsi də var. Ona görə ikisini bir yerdə götürürük ki, bu 5 hissə qabın kütləsi ilə birgə 20 kiloqram olur. İndi baxın, 5-dən 3 hissəsi dolu olarsa 14 kiloqram. Bax, 5 dənə hissədən 3-ünü götürürük. 1, 2, 3. Bax, bura kimi dolu olarsa, nə qədərdir? 14 kiloqramdır. 14 kiloqramdır. Aha. İndi bizdən soruşur ki, qabın kütləsi nə qədərdir? Bax, bu cür məsələlərdə tam doluya baxın, ağzına kimi doludur. Burada isə 14 kiloqram, 3 hissə doludur. İndi biz nə edəcəyik? Bu tam dolu hissədən, bu yarıya kimi dolmuş bu 3 hissəni çıxacaq. Bax, buranı kənarlaşdırırıq. Bu zaman nə edirik? 20-dən 14-ü çıxırıq. 20-dən çıxırıq 14-ü. Yerdə qalır nə qədər? 6. Yerdə 6 qalır. Bilirsiniz 6 haranındır? Bax, bu 2 hissənin payıdır. 6 bu 2 hissənin payı olduqda, deməli biz nə etməliyik? Hər hissənin payını 6-nı 2 hissəyə bölürük də. Hər hissəyə nə qədər düşür? 3 bura düşür, 3 bura düşür. Buranı bir deyəndən sonra bilin ki, hər yer 3'dür. Çünki onlar bərabər hissələrdir. Bu da 3'dür, bu da 3'dür, bu da 3'dür. Hər yer 3 kiloqramdır. Və bura yazdıqlarımız 3'lər bilin ki, suyun kütləsidir. Bax, içəri yazdıqlarımız 3'lər suyun kütləsidir. Onda suyun ümumi kütləsini tapa bilərsiniz. 3'ü vururuq nəyə? 3'ü vururuq 5'ə. Suyun ümumi kütləsi 15 kiloqramdır. Bu sudur. Bəs ümumi kütlə tam dolu olarsa nə qədərdir? 20 kiloqramdır. 20 kiloqram qabla birgə çəkidir. Təkcə suyun kütləsi də 15'dir. Buradan tapmağa nə var ki? Qabın çəkisi 20'dən suyun çəkisini çıxırıq. Qabın çəkisi qalır 5 kiloqram. Baxın, 5 kiloqram qabın. Bu qabdır, bu da sudur. Qabın kütləsi olur 5 kiloqram.